Yayımın baş sponsoru Berk Soyuq Çayları. Sponsorlar Quix Məişət Avadanlıqları, Bomba Beloçka Tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit Boyaları. Ay ana, atam harda qaldı? İçəridə elçilərim var axı, gözləyirlər. Az bir gəlir da, nə olub bala? Əlim yandıdasan. Bu, aman bir elçiliyimizi adət-ənənəyə uyğun eləyək. Ana, sən də mənim bir valideynim sayılırsan. Gəl gedək, hərbi sən ver. Qız saatlı bomba deyil, əmil, bu saat partlayacaq. Ana, saatlı bomba olaram da, bütün yaşıtlarım ərə gedib, bir dənə mən qalmışam evdə. Buna bax, bir dənə qızı var, saralıb solub. Az dipçək gül uzatsan, sən solasan. Narahat olmayıb, bala, sən gedərsən. Verəcək gedərsən, gözlə. Gözlə, dədəni gözlə. Bu deyək, gəldi. Mənzur elçilər kimlərdir? Əbi, düş bəri gəl da sən. Sən haradasan bir saat deyil. Cəmat gəlib oturub evdə, sən yoxsa səni gözləyirlər. Bəlkəsin. Qızım, buraya dala tutsan bəlkə. Nə vaxtdan gəlir elçilər? Bir saat oturublar evdə. Demə, qoy elə görsünlər ki, biz naz eləyəniz. Sıra elə gəldi, verməyin, hələ bir tələsməyin hələ. Tənt etməyin özümüzü. Bunlar kimlərdir, nəçidir? Aytan, yeni səli kimlərdəndir, nəçilərdəndir? Day bir yerdən ver məni gedim. Az bir yerdən ver məni gedim, nədir? Pomidordur bu, pomidordur bu, bir yerdən verək getir, ərikdir. Rigorovka ver, rigorovka ver qızına. Ya bu rigorovka qanır, asla deyirəm dədənin yanında ayıqdır da, ay qaralı dur. Aytan, uzatma da, ver gedim də day. Rigi. Az rigi, verəcək gedərsən, bana dədənin yanında ayıqdır. Kızım biraz dala dur kızım, biz anam... Ayna dur kızım, ayna dur, darıxma. Dədən səni verəcək. Kimdir bunlar yani, bilək kimdir? Yuxarı qonşu var idi, o qızı məsləhət görüb, deyər qohumlarıdır. Olar. Danışaq görək, nədir. Amma biraz nazlı qozdu olaq. Ay ata, bir dənə mənə bax, saralıb soluram, verin gedim də day. Ay qızım, narahat olma da, sən narahat olma. Mən sənə demişəm, səni ərə verəcəm, demişəm, avqustda kimi mən səni əridəcəm. Gördün? Narahat olma. Narahat olma da, pərdanı açırıq ata bala, deyirəm ki, getdi ki, biraz nazlı qozdu olaq. Nazlı qozdu olaq. Tamam, keç da, keç bir abro. Keç canın daha. Keç görüm ay. Biraz nazlı qozdu olaq. Ay bala, bunlar orada qaldı. Ay salam aleyküm, xoş gəlmişsin. Salam. Xoş gəlmişsin Ağsaqqal. Sağ ol. Salam aleyküm, salam aleyküm. Salam bacı, salam. Bir daha xoş gəlmişsiniz. Hoşunuza gələk. İndi bilmirəm, indi söhbətimizi sizlə eləyək, yoxsa Ağsaqqalla eləyək? Ağsaqqal deyəndə bizim oğlumuzdur. Oğlumuzdur. Oğul budur. Bəli, oğlumuz budur. Ben niyə ləngitmisiniz? Ləngitmisiniz deyəndə özü dedi ki, ata, mən iş qurum, karyera qurum, ondan sonra həyatımı quracam. Laf yaxşı. Yoxsa əlimdəki gülə baxıram, deyəsən karyeranı quramayıb. Şükür bu günə. Şükür deyək, ən azından şükür deyək. Şirin çaylarımız da gəldi. Tələsdirmə. Qızım. Dala. Qızım, keç kuxnaya. Hələ tələsməyək. Keç kuxnaya. O, bayaq anasının biraz qanı aşağıdır, dedi kızım. Şirin çaylı ona görə. Elə bilirsiniz, tələsib şeydir, yox. Bəli. Maksud müəllim. Bəli, buyurun. Biz sizin qapınızı xeyir iş üçün döymüşük. Bəli.
Deməli, biz oğlumuza tərbiyəli, ağıllı, belə gül kimi bir qız axtarırdıq. Sizin qonşunuz var, Rəsmiyə xanım. O bizim qohumumuzdur, uzaq qohumumuzdur. Dedi ki, bizim qonşuluqda gözəl bir qız var belə. Kukla kimi tərbiyəli, halal süd əmmiş. Çox yaxşı qızdır. Ona görə gəldik sizin qapını döydük. Sağ olsun Rəsmiyə xala. Mən məsləhət bilibdi. Bir dənə bu iş alınsın, gedib ona qəşəng qırmızı kofta alardım. Şeydə, idarə edə. İndi Maksud müəllim, Bəli. fikirləşirik ki, əgər sizin qapını döymüşüksə, düşünürəm ki, qızı almasaq gedəsi deyil. Yox, niyyətiniz çox ötdürmüsünüz, ötdürmüsünüz. Şükür. Yox, bir söz demirəm, deyirəm yəni hər şey vaxtında yaxşı idi. Elə bir ki, banan qaralıb da, bildin nətər. İndi belə gəlin danışaq da. Buyur. Gəlmisiniz, xoş gəlmisiniz bir daha. Hörmətli olasınız. Manaf Ağayevin belə bir sözü var. Deyir, biz torpaqdan əmələ gəlməmişik. Bizim də böyüyümüz var, bizim də ağsaqqalımız var. Mən deyərdim ki, bir dənə biz də bir ağsaqqallarımızla, bir böyüklərimizlə bir məsləhətləşərdik, görək nədir, nə deyil. Ona kimi də bir qızla da oğlan bir danışardılar, bir söhbət eləyərdilər. Görək, xasiyyət tuturmu, tutmurmu? Bəli. Bu, bütün mötəbər şeydir bu xasiyyət. Ayata ehtiyac yoxdur, biz WhatsApp-da danışmışıq görüntülü. Əla da xasiyyətimiz tutur. Ziqrovka ver. Qızım, bəri gəl. Reysindən çıxırsan qızım. Biraz reysinə düş. Müasir gənclərdir. Bilirsinizmi? Yenə deyirəm, xoş gəlmisiniz. Bir daha xoş gəlmisiniz. Xoş gəlmisiniz. Bilirsiniz, bu mənim evimin tək qızıdır. Gələk qızı da verəndə hər yoldan keçənə də qız verməyəsən. Bəli. Əlbəttə. İndi məsələn, siz yoldan keçdiniz. Gəldiniz, girdiniz bura. Yəni, qızı verəksə, bu da olmur. Gələk araşdırasan, bir maraqlanasan, görəsən ki, bu oğlanın atası kimdir, anası kimdir, nəçidirlər, kimdirlər, haranın da yuvasının o söhbətidir, haranın da yuvası. Bunları bilmək lazımdır. Çünki, özünüz baxın, bütün xəbərlərdə, bu saytlarda var. Bu dəqiqə boşananlar evlənənləri keçir. Günə bir 3 dənə evlənən varsa, 5 dənə də boşanan var. Bu statistika heç düzgün gəlmir. Ona görə də mən də düşünürəm ki, bizən bir bərkidək, işi bərkidək, təməlin, betonun yaxşı tökək. Çünki indi qızdır. İndi qız tax ki, onun nəyi sevib. Sevib. İndi oğlan da onu sevib, bu da bir şey deyil. Amma bu demək ki, biz sırazı verək. Əlbəttə ki. O sırazı o nə deməkdir? Bilsən, deyir, indi qızımdır, indi həvəslidir, amma bilsən, deyir, o qızı başlı başına qoysan, ya zurnaçıya gedər, ya halvaçıya. İndi soruşmaq ayıb olmasın. Ağsaqqal da, yəni bu bəy, nə işlə məşğuldur? Bəy zurnaçıdır. Yəni, qardaş, necə yəni zurnaçıdır? yəni birbaşa zurnaçı da yəni. Zurnaçı da. Bundan da yox, düzdürmü? Düz başa çöpür. Gəlin gətdülərə zada gedir də, evdən zurna ilə gəlin çıxardır. Bağzalı ilə. Yox, bilsən məsələn, bu elə bir şey, o atalar sözü oturdu. Bəli, mən deyirəm ki, bu qızı başlı başına qoysa, bu zurnaçıya gedər, bu halvacıya gedər. Bu elə bu gedir zurnaçıya. Yox, yəni evlənəndən sonra zurnanın daşını atacaq. Necə? Bunun elə bir əmisi Rusiyyətdə işləyir, yaşayır. Hə, evlənəndən sonra gedəcək əmisinin yanına işləməyə. Gözəl, o gözəl. Belə bilmək olarmı ki, məsəl üçün bu Rusiyyətdə nə işlə məşğul olacaq? Halva işinə baxırlar, halva işinə. Necə halva? Halva da, halva. Halvaçı. Burada zurnaçıydı, gedir Rusiyyətə, olur halvaçı.
Adı yox, elə atalar sözü əyninə deyir. Yəni biz buna başlı qoyduq ya başlı qoymadıq. Bu elə bu halvaçı ilə zurnatçıya gedir. Bir şey elə. Onu verə bir şey eləyək. Tapmısan amma tapmısan. Hı? Dayan, belə bir şey deyim, yaxşı, tutaq ki bu getdi bu Urşetə işləməyə. Qız nətər olacaq? Qız bizdə qalacaq. Oğlan oradan ay pul göndərəcək, qız bizdə qalacaq. Qız aparmayacaq? Yox, Hə, qız qalır burada. qız qalır burada. Oğlan gedir Urşetə. Oğlan gedir. İncimin, xahiş edirəm, Allah söhbət. Maqsud müəllim, o işi qurandan sonra qızı götürüb aparacaq. Qursun, gəlsin, götürsün, aparsın. Mən ona bir söz deməm. Mən elə şeylər çox görmüşəm, xahiş edirəm. Xahiş edirəm, üzü sulu. İki daşın arasında dedin ey Moskvalı, inanmağa cimdi. Mən deyim, Gel özün danışıydın. danışıydın da. Dur da nəyə oturmuşsan? Ağsaqqala kömək lazımdır, yoxsa özü çıxıb gedir? Gəlir. Bunların qızı Sağ olun. tərbə növşədir. Şeydə qapının bağını yorasınız. Şirin çay da sırazı, nəyə gətir, düzmüsün. Bir də elçiliyimizi eləyək də bil. Ay ana gördün yenə atam məni vermədi. Ay Allah mən yenə evdə qaldım. Neyniyəcəm mən? Yaxşı, qızım. Bu yaxşı da, biz də hər gün yanırıq. Sən də Maksud gələk biraz fikirləşərdin də, risk yox deyirsən, nə olub? Mən bunu verdim, sonra bu meran kimi yeni üstümə gələk. Neylə, lazımdır. Hər adama qız vermək, ölçü pisif vermək lazım ki, sonra boşanma olmaz. Lazımdır. Sümüşkanı da nətər danışdılar. Eybi yoxdur Cavanşir. Gör sənin başıma itin oyununu atıram ya yox. Cavanşir. Yavaşlar, nə olacaq? Yavaş danışa bilmirəm Cavanşir. Ayıbdır. Həmişə mənə nə deyirdin? Mənə həmişə nə deyirdin ki, başım sönüb. Mənə deyirdin, mənə faktla gəl. Düzdür? Nə olub? Atam sənin üçün bir dənə fakt tapıb. Sən atonun işi peşəsi yoxdur, ancaq elə fakt aktarır. Ayıbdır. Get evdə danışarıq da, görün nə olur. Heç yerə getmirəm Cavanşir. Atam sənin ciblərini yoxlayanda şalvarımın cibindən qızıl tapıb. Nə qızıl? Bu nədir Cavanşir? Hə? Bu nəyin hırsıdır belə Cavanşir? Evdə danışarıq. Denən də Evdə danışarıq. Həmidədir, Həmayıldı, Humaydı, kimdir bu? Evdə De, danışarıq. yo evdə danışmırıq, elə burada danışırıq, fikirləşmə. Vaxt uzatma, vaxt qazanma. De, fikirləşmədən de. Mən sən nə vaxt nə demişəm, mən demişəm. Nə vaxt uzatmışam bunu? Bax, Heç də bir vaxt uzatmışsan. uzatmamışam. Hər şey uzadan sən də, ayıbdır bunları gələrəm evdə. Cavab ver mənə oturarıq, Cavanşir. Eşidirəm, baxma da, üzümə elə baxma da, cavab ver. Bax, Fikirləşmirəm. De, Ha, tapdım, de. hazırdır. De. Hazırdır. Nə, de, hə. Bu, hıdır ki. Nədir bəs? Nə? Bu nə cür nıdır? Nıdır da Rus qızılıdır, nıdır. Ruslarda hı var, Ruslarda nı var. Yoxsa nəsini aşalmısan? Rusun nısını, o başqa məsələ, o başqa sözdür. Bax. Bunu həll elədik biz, birincini həll elədik. Nə bax, necə fikirləşir, sözdən söz çıxarmır. Fikirləşmirəm mən. Uzatma, ye Cavanşir. Uzatmıram. Tez elə de. Bax, birincini həll elədik, aydın oldu ki, bu Rus qızılıdır. Düzdür? Bu Yaxşı, həlli. olsun da. O həlli. Yaxşı. İndi ikinci sualın nədir? Niyə sən Rus qızılı almışsan? Hə. Nı niyə almışsan? Hə, nədir sən aşalmır? Niyə almışsan? Uzatma, ye Cavanşir. Yo, uzatmıram. Mənim də adım Kəmalədir. Deyim yenə ki almısan mənə görə. Ya, bu... İki kişidən ayıbdır sənin üçün. Ya, deyirəm də, deyirəm. De. Bu nədir? Nədir? Bu yaxınlarda bizim Ha. qızımızın ad günü olmayacaq. Hə, olacaq, hə. Ayşə, qızımızın ad günündən mən bu N hərfini almışam da. Bundan gözəl. Atayım, mən eləməliyim. Mən qızımın ad günündən mən ona belə bir klon ala bilmərəm qızı. Cavanşir. Hı. Qızımızın adı Selcan diye. Bildim də. Hə, nədir? Bildim də. Nə şalmısan qıza? Selcanın N'sını almışam da. Necə? Necə? Selcanın N'sı. N'ını aldım.
Qaldı S, E, L, A, S, E, L, C, A, Selca qalır. N-ni almışam da mən alacam onu hamısını belə bir sinəsində olacaq Selca. N-sini aldım, imkanım N-sına çatdı, N-sini aldım da. S bahadır, E ondan bahadır, L belə normaldır, A yaxşı, A yox idi, N yaxşıdır, mən də N aldım da. Almayayım, mən də bir atayam istəyirəm ki, övladımın adı üçündən mən ona bir dənə belə bir qızıl hədiyyə eləmiyim. Doğrudan deyirsən Cavanşir. Bəs mən bu uşaqların cibində nə saxlayayım ki? Nə saxlayayım ki? Elə kiməsə almışam, Humaya almışamsa, elə aparıb verirəm Humaya da. Hə də, deyirəm də, mən bu kişi aldatmaz deyirəm də. Atamdır da, yenə Sən aton, atam atasına nə elədin? Kim verir ki aton? qatır aləmi bir-birinə yenə bax evimə Biabır elədi məni, biabır elədi bacıların yanında məni. Bax, Yez gedəmə, yez gedəmə. Cavanşir, yaxşı. Yez gedəmə, mən ola bilsin ki, 2 gün evə gəlmədim. 2 gün çoxdur Cavanşir. Yaxşıdır, yaxşıdır, mən pisimişəm. Mənə bax, bağışda yaxşı sənə bax şuadır. 2 gün. Yaxşı da eləmə, 2 gün nədir? 2 gün mənə dəymə. 2 saat gec gələrsən evə, yaxşı? Baxaram. Hə, 2 saat gec, Baxaram. evdə gözləyirəm. Baxaram. Yaxşı. Hə, bunu da hardan almışam, qoy şalvar cibinə. Şalvar. Atasına bax, tam bir mənim cibimi yoxlayır. Atıya bax. 77 yaşı var. Dayanmır, bir yerdə dayanmır bu kişiyi. Kuş yox, bir şey yox. Götürüb də qoyacaqdım maşın barda çoğuna, nə təcrübündə qalıb. Bu işin axırı yoxdur da, mən demişəm bu işin axırı yoxdur. Həvəsim də öldü. Benim bu çöreği yedik, ama nəsə çatmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver. Hansını etirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalıyım. Səsə var. Yoxdur da mango. Sənin dədən mənim cehizlərimin heç birini bəyənmir. Ta bunların hamısının vaxtı keçib. Ana bax, Quyuksin belə çaynikı olan yerdə sən nə belə çaynik işlədəsən? Bu Quexin nə gözəl ütüləri var. Köhnədən ayrıla bilirsən ki, təzədən xəbərin olsun. Təzə radiatorla çıxıb, sən bu plitkadan çıxa bilmirsən. Bu Quexin toz soranın nə gözəldir. Heç səsi də çıxmır, ey. Görürsən ana, Quyuksdə olmayan məişət avadanlığı yoxdur. Bir dənə buna bax, gör necə rahat. Masanın gözəlliyinə bax, bizim qonaq otağımıza necə yaraşır. Mətbəx üçün masa, Çox gözəldir. işçi masaları, dolablar, toplantı masaları, qeydiyyat masaları, gözləmə oturacaqları, ofis divanları, smart masa, ofis kresloları. Qardaşlar mebeldən tapa bilərsən. Bax, bu gördüyün ofis mebelində alıb göndərəcəm atava, kabinetində rahat əyləşsin. Mən bu mebelləri gördüm, ağlım çıxdı başımdan Cavanşir. Heç bildim ki, nəyə gəlmişəm. Qaynana, mənim xalam oğlu maşın alverçisidir. Ondan da gedib maşın ala bilər ya. Zəmanət vereyim. Yox, zəmanət vermir, amma yaxşı sənəl vurmağı var. Baku avtomolda satılan bütün maşınlar yalnız rəsmi nümayəndəliklərin maşınıdır. Baku avtomolda həm Koreya, Yaponiya, həm Çin brendləri, həm klassik, sport, Avropa avtomobilləri, bir sözlə hər cür avtomobillər ala bilərsən. Ünvan da rahat deyil, Babək prospekti. Dedim elçilər gələnə kimi bu Belçika tumlarını çıtlayaq, başımızı qataq. Tələsmə, qoy elçilər gəlsin, geçsin, sonra açıb çıtlayarıq. Yo. Mən Belçika tumunu gördümsə özümü saxlaya bilmirəm. Elə mən də. O nə boyadı sən alıb evi boyamısan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalitin Termomax seriyası boyaları həm mat, həm ipək mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinendir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür.
gəl görüm. Boya alacağıq. Boya alacağıq. bəli. Sonra nə alacağıq? Sonra Melahat müəllimə alacağıq şunur. Oo! Şunur nədir? Adı o günləri mən 2 rulon şunur almadım. Yenəmsiz bu şunurları. Melahat müəllimə, nə qışqırırsınız? Onu biz işlətdik də, gizli işıq istəyirsiniz. Gizli işığa gedir də o şunur. Gizli işığa gedir Bəli, şunur. bəli. O getdiyi yeri mənə də göstərərsiniz zəhmət olmasa. O 2 rulon şunur görək hara gedir. Yox. Mən də bilmək istəyirəm Yox, yerini. Melahat müəllimə, arzunuzda gizli işıq deyirsiniz. O bilinmir. Bilinməz axı ki, oraya nə qədər işıq gedir. Heç onu işıq gələcək, heç o da bilinməyəcək nə qədərdir. Doğrudan. Bəli. Mən amma bilirəm hara gedib. Mən bilirəm. Mən sənə deyim, sənin o satdığın həmin dükana gedib o 2 dənə. Mən satmamışam. Bildin? Mən- Sən evdən bütün hər bir avadanlıqları götürüb satırsan. Satmamışam. Sən fırıldaqsan başdan ayağa. Mən fırıldaqlı deyiləm. Sən çox üzə duran adamsan. Nə duran adamsan? Üzə duran adamsan. Mən, Melahat müəllim, mən fırıldaqçı olsam, o saat bilinər. Siz adi girin, mənim WhatsApp-ma baxım dənə. Mən WhatsApp-ımda tacirin mahnısını qoymuşam. Yolun düşsə bu dünyaya bir də gəl. Hə. Mən o dünyamı fikirləşən adamam. O dünyasını fikirləşən adam kələk-külək eləməz. Salam aleyküm. Sağ olun, xoş gəlmisiniz. Sağ ol, çox sağ ol. Yaxşı, söhbət uzandı. Nə qalıb almadığımız sezdirən hamısını götürək çıxaq. Siz içirsiniz bundan? Ciyərim yandı, ver bu qurtum içim. Bizə zəhmət olması Buyurun. gəlin. Bizə fasad boyası lazımdır. Ki, eyvanı, Melahat müəllim, eyvanın boyadığı biraz qaldı. İndi yenə alacağıq bundan. Bundan bizə Bundan istəyirsiniz? Bəli. Buyurun gəlin. Gətir onu. Müəllim, gördüyünüz bu boya antibakteriyaldır. Hava keçirəndir, silinə bilinəndir, nəmişliyə qarşıdır. Mən bir şey başa düşmədim. Siz o gün mənə demədiniz ki, biz eyvanı boyayıb qutarmışıq, yamışıq, boyub qutarmışıq. Siz dediniz ya o sözü. Demişim. Hə, bəs sizin nə oldu? Onu elə bir ki, yaxşı boya almamışlar da, onun gün çıxmadı. Gün çıxdı, o da soldu da. Bozarma gedir. Bir dəfə gün çıxdı, o bozardı. 3 dəfiyə. 3 dəfə. Sizə bəs deyəndə ki, məndən xəbərsiz heç bir iş görməyin, niyə qulaq asmırsınız? Yamırsınız, qulaq asmırsınız. Ya, onu mənim xalam oğlu dedi ki, yəni ki, mən cavabdayım da. Siz o kraskaları satırsınız. Satmamışam. Sən o xalan oğlunla əlbir olub o kraskaların Satmamışam. hamısını satırsan. Satmamışam. Satmısan. Xeyr, satmamışam. Satmısan. Mən əgər keçən və sizin gözünüzün qabağında yerə çörək düşmüşdü, mən çörəyi götürdüm, öpdüm, 3 dəfə qoydum qırağa. Hə. Elə adam haramçılığa əl atmaz. Əl atmaz. Əl atmaz. Yaxşı. Mən nə deyirəm ki, mən bugün it gətirib iynələcəm. Kimi? Sizi. Sizi it gətirib iynələcəm. Bütün sənin fırıldaqlarını hamısını üstünə atacağım. Olar. Всё. Olar. Bizə salam. Danışdıq. Yox, sənin fırıldaqlarını mən Maşına qoyun bunları. Hə, bunları zəhmət olsun, maşına qoysan. Racif, işin üstü açılır. İşin üstü açılır. Melahat müəllimə it gətirəcək, deyir, iylədəcəm. İylədən kimi bilinəcək də biz o boyanı satmışıq, yoxsa satmamışıq. Sən belə elə. Onda bir dənə it də sən gətir. O it bir-birini görsün, boğuşsun, başı qarışsınlar. Yaxşı. Davay Racif. Racif, bu işin axırı yoxdur, Racif. Racif, bu işin axırı yoxdur, Racif. Oldu, davay. Öyrəşdik, əvvəldən haram öyrəşdik. Ay kürəkən. Nə olub? Bax, məni gətirmisən bu Baku avtomola. Nə məsələdir? Bir danış görək. Sən, qaynanəm, mən açıq danışmaq istəyirəm. Açıq danış. Mən pisirmişəm.
Bu. Mən pisirmişəm də qaynana. Mən bir kürəkən kimi sənə onu deyim ki, mən pisirmişəm. Niyə ay bala, nə olub? Bir denən görüm. Bilirsən, qaynana, mən sənin qızını alanda, sənin qızını hamı məni qınadı. Hamı məni qınadı ki, sən o Mahirənin özündən 10 yaş böyük qızını Mahirənin lombardına görə alırsan. Amma mən yanılmışam. Mən fikirləşdim ki, sənin qızını aldım. Mənim əlim bala batdı. Batmadı. Qaynana əlim bala batmadı. Batdı, amma bal da ölüydü. Bal da ölüydü qaynana. Vay bala, ay kürəkən, sən bu maşınlara nəyə baxırsan? Bir de görüm nə demək istəyirsən? Qaynana, heç nə demirəm. Bir dənə sən mənim ad günümü yadına sal. Bir dənə səndən mənim xahişim odur ki, mənim ad günümü yadına salsan bir dənə. Hansını deyirsən bala? O Bodrumda ad gün eləmişdim sənə, onu deyirsən? Yoxsa bağ almışdım sənə, orada sənə üçün ad gün eləmişdim. Onu deyirsən, hansını deyirsən? Ya qaynana, gəl keçmişi qurdalam ya. Gəl keçmişi qurdalam ya qaynana. Onu eləmişsən, o olub keçib. O olub keçib, gəl keçmişi qurdalam ya. O, bilsən bu həyatda hər bir insanın bir borcu var. Övladın borcu nədir? Anıya, atıya qayğı göstərmək. Qaynananın da borcudur ki, kürəkəninin hər il ad gününü qeyd eləsin. Onun borcudur, onun əbədi borcudur. Əbədi! Demirsən axı bala. Sən bir... Əbədi! Əbədi. Bildik də, ay kürəkən. Bilsən, qaynana, mənim 3 gün bundan əvvəl ad günüm oldu. O ad günümdə sən məni nətər təbrik elədin, qaynana? Xoşun gəlmədi, kürəkən. Ya, qaynana, oydu mu təbrik? Oydu mu Lombard Mahirənin kürəkəndə təbriki? Bir dənə mənim WhatsAppda sən şəkilimi qoyumsan, özdə tək yox. O, ailəvi bir şəkilimiz vardı. Onu biraz yaxınlaşdırmışsan, yazmışsan ki, kürəkən ad günün mübarək, nə yaxşı ki varsan, bənövşəyi ürək. Bilsən, qaynana, mən sarayın qızını alsam da o məni elə təbrik eləyərdi. Mən Xatirənin qızını alsam da o məni elə təbrik eləyərdi. Lombard Mahirənin kürəkəndən təbriki belə olmamalıydı. Belə tam başqa cür olmalıydı. Heç olmasa ürək qoydun ha, o ürək bənövşə eləməzdin. Nə olardı ki, onu qırmızı ürək eləsən? Nə olardı ki? Sən orada bir dənə yaz ki, nə yaxşı ki varsa. Sən o yazı yazdıran nə yaxşı ki varsa. Öldüm yerə girdim. Gərək mən öləydim. Mən onda başa düşdüm ki, mən sənin kürəkənində ölüm. Bilsən, mən Lombard Mahirənin nəyiyəm? Sumka daşıyanı. Mən sumka daşıyanam. Ay oğul, ay kürəkən, sən niyə belə deyirsən? Mahirə səni elə bir təbrik elədi ki, getdin, yığdın bütün dostanışıq başıva, bu restoranda sənin üçün ad günü elədim. Əlin cibində çıxdın restorandan. Mahirə də bundan artıq neynəsin sənə? Qaynana, gəl belə danışaq. Mən ordusuz da ora dostaşılarını yığmışdım. Onlar elə hərəsi mənə 50-50 cibimə qoydu, onunla da mən şotu bağladım. Lombard Mahirə şot bağlayan deyil. Şot bağlayan deyil sən. Bilsən, mən deyim ki, sındı, qəlbim sındı. Qaynana kimi qəlbim sındı. Çox peşmançılıq çəkdim. Ki, mən niyə bu qızı aldım? Əgər mən qız alıb, bugün burada əsəbləşəcək, mən səni mən əsəb keçirməməliyəm. Lombard Mahirənin kürəkəni əsəb xəstəsi olmamalıdır. Amma mən əsəb xəstəsiyəm. Niyə? Əsəb xəstəsi olmuşam mən. Ona görə də mən qərar vermişəm boşanırıq. Sənin qızından boşanırıq. Boşanıram nə də? Ya boşanırıq, ya da nəsə belə bir şey. Mənə bax görüm, mən ölmüşəm, sən boşanasan. Boşanıram nədir? De görüm dərdin nədir? Hanı sənin adını, hanı nəsə belə adını nə istəyirsən, bu boydan avtomola gəlmişik, bu boyda mən maşınlar, birinə barmağını qoy, Mahirə sənin üçün olsun da. Get görüm yanağını. Yanağını get görüm bəri. Bura get görüm. Get görüm də. Sənin maman ölməyib, sənin maman ölməyib. Gəl görüm, gəl bir maşın seç. Lombard Mahirənin
kürəkəndə belə deməlidir də, yəni hansını sən seç. Qoy barmağını hansı maşını istəyirsən ona, Mahirə də alsın da sənin üçün. Qaynana, barmağımı qoydum bu dizilərin üstünə, elə bunu alma. Bunu almağa qəşəkdir. Ad günümə elə hədiyyəm bu olsun. Bunu da şey eləyərik də elə mən ev ki, buradan sürüb çıxmayayım da. Evakuator çağırarıq Bakı avtomobilin qabağından. Bunu belə mindirər yora bantikini zaddır. Şəhərdə də dəyirik bir 2 saat sürsünlər. Üstünə də belə yazıb vurarıq ki, Lombard Mahirədən kürəkəndə ad günü hədiyyəsi. Onu da mən qoyayım Instagrama, sosialda zadda yayılsın. Adamlar var idi, deyir, sən Mahirənin lombardlarına görə getdin onun qızını aldın. Qoy onlar da yansın, tökülsün ki, Mahirə kürəkəndən nə alıb? Cilli. Bala, bərikə görüm. Da bunu demədim də seç. Bu boyda avtomobildir. Bir dənə toklu maşınlardan birini seç, götürək çıxaq. Nə oldu yenə dilin çıxdı çölə? Tokla eləmi? Problem yoxdur. Bilirsən qaynana, insan həyata gələndə anasını, atasını seçə bilmir. Nədir odur? Nədir budur? Amma qaynanasını seçə bilir. Qaynanasını ayırt edə bilir ki, mən bunu seçdim, mən bu qaynananı seçdim, bu dünyada bu qaynana ilə davam edəcəm. Mən seçimində səhv eləmişəm. Mən seçimimdə yanılmışam. Mən seçimimdə düzələmədim. Mən deməli səni kürəkəni yox, sumkadaşıyanına. Sumkadaşı. Evi yox qaynana, evi yox. Evi mən alacam, bunu alacam mən. Mən bunu alacam, mən bir dənə gedim, sən bir dənə mənə bilet düz qoş elə, mən bir dənə gedim Moskvaya. Mən işləyib gələyəm səndən. 20 il, 25 ilə mən bunu alayam qaynana. Pisik deməyəm. Qaynana, pisik deməyəm. Lombard Mahirə əgər günü bugün kürəkəndə bir dənə ciyel ala bilmirsə, onda nə Lombard Mahirə oldu? Neyinəm onda bu şubanı, mən deyirəm, mən hər yerdə deyirəm, mənim qaynanam şuba giyinir. Neyinəm onu? Kürəkən, mənə bax. Ölmüşəm mən sənə arvad boşuyub Rusiyaya gedirsən, 20-25 il işləyirsən. Dülünü sal içəri. Bunu istəyirsən. Mahirə sənin üçün maşını alar, heç şey yoxdur. Heç nə olmaz. Onda bir şərtdən bu barışığa razıyam. Öp bir dənə. Sən mənə kürəkən, sən mənim oğlumsan. Bura get görüm. Ondan mən də səni öpəcəm. Görüm. Dadlısan, dadlı. Sən boşuna dönüm, öpcə görüm. Gəlirəm, Boşuna gəlir. Mənim bir dənə şəkilimi də tək. Dur qabağında. Can. Ne olub yenə dolmuşubsun? Ağlama gör, ne olub? Ağlama gör. Ağlama. Bala, sənin bu dadanla yaşamaq mümkün deyil. Salam xala, necəsin? Yaxşı, eşitdirəm. Mümkün deyil. Eşitdilər. Mümkün deyil. Dedim, bir də mənə eşitdilər. Nətərs daha xala? Yaxşı olur. Ne olur? Elə deyirsən, dədəndən yaşamaq olmur. Ayana, sizi mən bir-birinizlə tanış eləməmişəm ki, özünüz tanış olmuşsunuz, özünüz sevmişsiniz də, 40 il bundan əvvəl bir-biriniz. İndi nə oldu? Bala, sənin dədən əvvəllər belə döldü, indi zayı çıxıb. Nə olub, ne qırırsınız bir-birinizi? Bala, 40 il bundan qabaq, mən bu evə gəlin gələndə,
özümlə cehizli soyuducu gətirmişdim. Da biz bunu 40 ildir işlətmişik da, çürüyüb. Dədən indi oturur durur, mənim dədəmi sökür. Bu soyuducu niyə çürür? Deyirəm, sən özün çürüyüb qalmışsan bu yaşında. Bu soyuducu neyləsin? Oturur durur dədəmi sör, oturur durur dədəmi sör. Mən bu adamla yaşayamıram. 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 Dedim bildim de ana bir dəfə dedim bildim de. Ne deyirsən də, ne deyir də ağsaqqal kişidir. Ne deyirsən? Elə söz olur. Deyir sənin görün bala. Birinci ayağını koy. Bala tut beni, yıkıldım. Bek tut. Ya ayağına başına böyle oturuşunu bilmirsən, otur evdə də. Şöyle ayağını koy, sal. Yıkılmıram. Yok, bırak. Bunu bırak. Lıbırıç git. Ay. Şey. Hadi. Salam, xoş gəldiniz. Salam. Salam Məli. Xoş gəlmisiniz. Bax, ana bax. Görürsən nə qədər soyuducu var. Ürəyin hansından istəyir? Birini seçək, alaq, çıxaq gedək bu davaya sonuna. Bala, mən ta sənin dədənlə yaşamaq istəmirəm. Bu, keçən səfər bilirsən mən nə deyir? Səhər açılıb, buna şirin çay düzəldirəm da. Deyirəm, yaşlı adamdır, bir canında təpər olsun. Mənə bilirsən nə deyir? Deyirsən, məni öldürmək istəyirsən. Bu şirin çayı niyə belə bu qədər şirin eləmirsən? Şəkərim qalxsın, ölüm. Dedim, səni öldürmək istəsəm, siçan dərmanla nə gəlib ki? Hələ bir pesokda zay eləyim. Ta mən sənin dədənlə yaşamaq istəmirəm. Yaşamaq istəmirəm. Yaşamaq istəmirəm. Bir dəfə dedim. Yaşamaq istəmirəm. Salam əleykum. Eşitirər, ana ayıbdır, ayağını. Bu yaşdan sonra neyə indi? Bu yaşdan sonra ayrılmaq istəyirsiniz. Biraz səbirli olun, onsuz da dünya işindən bilmək olur. Sən gəl bunların birini seç, bu hansını istəyirsən də bax özün. Bala, səni də xərcə salmaq istəmirəm. Xərdə salmaq istəmirsənsə, onda bax, bunu götürək, bunu. Bunu? Hə. Bax, bunu da bəyəndim. Bunu bəyəndirsən, bunu götürək. Əvvəldəki daha qəşəng olur. Sağ olam, sağ ol. Heç xərcə salmadım mən. Yox, istəmirəm, xərcə düşəsən bala, ona görə elə bir dənə bu. Bax, çox xoşun gəlir bundan. Qoy baxım. Bax, Nə gözəldir. Dədələr də yemək zad pişirib, qoyacam burada qəşəng. Sonra dədən götürüb, qızdırıb yeyər. bax, həmişə belə mehriban olun, ana. Ki, arvaddan yetim qalır. Düz deyirsən. Düz deyirsən bala. Qoy sənə çox güc düşməsin, mən də kömək eləyim. Lazım deyil, ana, ehtiyat yox. Yox bala, bala, bir də... Qoyun, ana, qoyun. Ana, Hatta! qoyun.